Salam, hər vaxtınız xeyir olsun. Bugün yeni bir mövzu izahı ilə qarşınızdayıq ki, hansı ki, qanın laxtalanması mexanizmidir bu. Gəlin ki, işlək slaydımıza. Qanaxma. Qanaxma nədir? Qanaxma, qanın damarlarının zədələnməsi nəticəsində qanın damar divarının xaricə doğru axmasıdır ki, buna başqa cür hemoraj da deyə bilərik. Bədəndəki qanı 20% və daha artığı itirilərsə, bu orqanizm üçün təhlükə yaradacaq. İndi qanın hansı mexanizmlər sayəsində laxtalanması hadisəsində. Ümumiyyətlə, qanın laxtalanmasında 5 mexanizm var. Birincisi damarların spazmıdır. İkincisi trombosit tıxacının yaranmasıdır. Üçüncüsü qanın laxtalanması. Dördüncüsü qabıqlaşma, fibroz toxumanın yaranması və beşincisi qan laxtasının əriməsi prosesidir. İndi isə danışacağıq qan damarının spazmı. Qan damarının spazmı nədir? Qan damarı kəsildikdə və ya yırtıldıqdan dərhal sonra başlayır. O zaman damar divarının sayəzələsi başlayır yığılmaq və ya da büzüşmək də buna deyə bilərik ki, bu qanın axımını bir qədər zəiflədən hadisədir. İlk mexanizmlərdən biridir. Hansı ki, növbəti mexanizm isə trombosit tıxacının yaranması hadisəsidir. Trombosit tıxacı necə yaranacaq? Ümumiyyətlə, damar divarı zədələndiyi halda oradakı kollagen liflərini təmas edən trombositlər öz formalarını başlayır itirməyə, nizamsız forma alır və yapışqan hala düşür. Və burada aktiv cəlb etmə sayəsində qonşu trombositləri də özlərinə cəlb edərək, bir-birinə yapışaraq orada trombosit tıxacını yaradırlar. Növbəti mərhələ isə artıq laxtalanma kompleksinin yaranması hadisəsidir ki, bu üçüncü mərhələyə təsadüf edir. Bu üç mərhələ əsasən də laxtalanma hadisəsi ən əsas mərhələlərdən biridir. Burada birinci növbədə bilməyimiz lazımdır ki, qaraciyər K vitamininin iştirakı ilə qanda protrombini sintez edəcək və onu qana buraxacaq. Ümumiyyətlə, protrombin pasiv vəziyyətdə qanın plazmasında olacaq. Ancaq onun aktivləşməsinə xidmət edən qan damarının tərkibində olan trombositlərin parçalanması nəticəsində qana buraxdıqları tromboplastindir. Tromboplastin qanın plazmasında olan kalsium ionları ilə aktivləşərək kompleksləri gətirir və həmin kompleks qanın plazmasında olan protrombini aktivləşdirir, onu trombin maddəsinə çevirir. Trombin isə öz növbəsində plazmada olan həll ola bilən fibrinogen zülalını çevirir fibrin liflərinə. Hansı ki, bu fibrin lifləri suda həll olmurlar və onlar damar divarına zədələnmiş hissəsini tutaraq, orada qonşu trombositləri də yapışdıraraq, orada bir və ya da eritrositləri yapışdıraraq, orada bir qabıq yaradırlar. Buna biz fibroz toxuma deyirik. Təşkildə gördüyünüz kimi trombositlər çevrilir, parçalandıqları zamanı tromboplastin əmələ gəlir. Tromboplastin kalsium ionunun təsiri ilə qanda laxtalanmanı təmin edəcəkdir. Ümumiyyətlə, biz fibroz toxumanın yaranması hadisəsində deyirik ki, fibroz toxumu damarın zədələnmiş hissəsini hansı tutur və orada bir deməli, daxilə doğru və xarici doğru bir qat formalaşdırır. Əgər daxilə doğru formalaşmış qat daha qalındırsa, o zaman qanın tərkibində olan heparin maddəsi aktivləşir və qan damarının daxili tərəfində olan laxtanı əritməyə başlayır. Buna biz hansı ki, fibrinolis hadisəsi deyirik. Növbəti məlumatlara gəlsək, biz qaraciyərdə danışdıq ki, K vitaminin iştirakı ilə heparin maddəsi və ya ki, protrombin yaranmışdır, düzdürmü? Qaraciyərdə əlavə olaraq laxtalanma amilləri formalaşacaq. Hansı ki, bunlardan digər irəliləyən hissələrdə danışacağıq. Növbəti mərhələ bizim danışacağımız, indi isə tanış oluruq qan yaradan orqanlar. Qan yaradan orqanlardan birincisi qırmızı sümüklidir. Hansı ki, uşaqlarda bütün sümüklərdə qan yarandığı halda, böyüklərdə, xüsusən 20 yaşdan yuxarı insanlarda yaxşı sümüklərdə qan yaranma hadisəsi baş verir və qırmızı sümükliyi çox yaxşı küçük hüceyrə yaradılan bir orqandır. Növbəti qan yaradan orqanımız qaraciyərdir. Hansı ki, dalaqla birlikdə dölün inkişafının 3-cü, 6-cı ayında qan yaranmasına xidmət edən orqanlardan biridir. Ancaq doğulduqdan sonra isə eritrositlərin parçalanma yeridir. Və qanın laxtalanma faktorları burada sintez olunur. Qanın laxtalanmasına xidmət edən faktorların sayı 13 və daha artıqdır. Hansı ki, bunlardan irəliləyən hissələrdə danışacağıq. Qanın laxtalanma faktorlarını dediyimiz kimi sintezi burada gedəcək və dəmirin yığılması da yenə burada gedəcəkdir. Əsas məsələlərdən biri nədən ibarətdir ki, qanın laxtalanması baş verməyən insanlar olurmu
Bəli, irsi qüsur ola bilər. Hemofiliya xəstəliyinə yoluxa bilərlər insanlar. Hemofiliya xəstəliyinin də yaranma səbəblərindən biri qanın laxtalanma faktorlarının qanda sintez olunmamasıdır. Yəni, hansı ki, burada A tipli, B və C tipli formalar var. A tipli formanın yaranması 8-ci amilin çatışmazlığı nəticəsində yaranır. B tipli hemofiliya isə 9-cu amilin, 11-ci amilin çatışmazlığında isə hemofiliya C tipi yaranacaqdır. Ümumiyyətlə, insanda qan itirməyə səbəb olan bir neçə əsas səbəb var ki, onlardan ən başlıcası K vitamininin olmaması nəticəsində ya da çatışmazlığı nəticəsindədir ki, burada K vitamininin olmaması protrombinin sintezinə, 9-cu amilin, 8-ci, 10-cu amilin, hətta qanın laxtalanmasında rol oynayan protein C-nin sintezində pozuntulara gətirib çıxardacaq. Növbəti səbəb isə hemofiliya 8-ci amilin, 9-cu və 11-ci amilin qanın tərkibində olmamasının təsiri ilədir. Növbəti isə yenə də qanın tərkibində olan formalı elementlərdən trombositlərin çatışmazlığı, yəni trombositopeniya hadisəsidir ki, qanda normalda 1 mm kubda 150-300 minə qədər olan trombosit daha az miqdarda olduqda qanın laxtalanma hadisəsi pozulur. Onların ortalama götürdükdə ömürləri 8-12 gündür. Nüvəsiz və rəngsiz qan hüceyrələri olacaqlar. Qanın laxtalanma mexanizmi bu qədər idi. Ümidvaram ki, mövzu sizə aydın oldu. Çalışdım dərslikdən kənar və eyni dərsliyə uyğun şəkildə izah edim. Əlavə suallarınız olarsa, yorum hissədə bildirməyinizi istəyirəm. Əlavə hansı izahları görmək istəsəniz də qeyd edərsiniz. Mən həmin izahlara uyğun sizin üçün videolar hazırlayaram. Gələn görüşlərə dək.